Mərhəmətli və rəhimli Allahın adı ilə. İslam dini dedikdə, bu dindən xəbərsiz olanlar bunu imam sevgisi və ya pir ziyarəti hesab edirlər. Halbuki bu din Quranda bildirildiyi kimi yalnız Allaha məxsusdur. Birincisi, 12 imam sevgisinə gəldikdə, Allah Quranda rütbə etibarıyla daha üstün olan İsa Peyğəmbər haqqında bildirir ki, Allahı qoyub onu özünə dost tutanlar lənətlənmişdirlər. İkincisi, pirlərə gəldikdə isə bu da müasir bütpərəstlikdir, Allaha şərik qoşmaqdır və Allahın əsla bağışlamayacağı ən böyük günahdır. Əgər dediklərimi qəbul etmirsinizsə, inanmırsınızsa, o zaman mən Allahın kitabından bir ayə oxuyum, bu zaman siz də gözünüzün önünə Mir Mövsüm ağanı gətirin. Əraf surəsi 194-cü ayə. Allahdan başqa ibadət etdiyiniz bütlər də sizin kimi bəndələrdir. Bu işi görənlərə bunu bildirdikdə isə deyirlər ki, biz onlara ibadət etmirik, onlar vasitəsilə Allaha yaxınlaşırıq. İndi isə Quranda haqqında bəhs edilən bütpərəstlərin cavabına baxın. Zumər surəsi 3-cü ayə. Allahı qoyub bütləri özünə dost tutanlar, biz onlara bizi yalnız Allaha yaxınlaşdırmaq üçün ibadət edirik deyirlər. Gördünüzmü? Eyni məntiq və eyni mənzərə. Nəticə isə yenə də bütpərəstlikdir. Bu dindən xəbərsiz olanların bir çoxu isə bu zaman deyir ki, əgər elədirsə, bəs nə üçün bu əməlləri edənlərin çoxsu elə namaz qılanlardır? Və Allah da bu mənzərə haqqında Yusif surəsinin 106-cı ayəsində belə cavab verir. Onların əksəriyyəti ancaq şərik qoşaraq Allaha inanarlar. Ona təklikdə deyil, şərik qoşduqları bütlərlə birlikdə ibadət edərlər. Və əsl İslam dinini haqqında isə Allah yenə də Yusif surəsinin 40-cı ayəsində belə bildirir. Allah sizə yalnız onun özünə ibadət etməyinizi buyurmuşdur.